İsmail Bey, yazıb soruşurlar ki, sertifikatlarınız rəsmidirmi? Rəvana xanım, bu videonu da biz çəkmişdik. Amma gəlin bu dəfə çəkməyə yox, göstərim sizə. Zaten onda da göstərmişdik QR kodu. Yəni istəyənlər ona da girib baxa bilər. Baxın, bizdə bu sertifikatların nümunəsidir. Gəlin göstərim sizə. Siz çəkin, zəhmət olmasın. Bu Ankara Universitetindən alınmış sertifikatlardır. Görürsünüz QR kodlu sənədlərdir hamısı. Bu Ege Universitetinin sertifikatıdır. Baxın, bu Antalya Akdenizdir. Yəni burada çoxdur ya, yəni bir dənə deyil. Burası biz nümunə olaraq saxlayırıq. Bu Hacəttepe'dir. Hamısı QR kodludur. Yəqin ki, görsən orada. Başkənddir. Bu Avcılar Hospitaldır. Bu Bezmi Aləmdir. Yəni bunun heç birini biz düzəltmirik, əldə vermirik. Bu hamısı xəstəxana tərəfindən, xəstəxananın dekanlığı, yəni universitet xəstəxanalarında çoxsun, dekanlıqları tərəfindən verilmiş sertifikatlardır. Gəlin bu video burada da göstərim sizə daha aydın olsun. Baxın, Ankara Universitetinin sertifikatını görürsünüz. Baxın, QR kodlu sənəd. Görünürmü? Bax, Qazi Universitetinin sertifikatıdır. QR kodlu sənəddir. Ankara Qazidən söhbət gedir ha. Bu Bezmi Aləmdir. Bu Birinci Göz Hastanəsidir. Bu Düzən Laboratoriyasıdır. Gəlin orada Antalya'da var, onu da göstərim sizə. Siz keçin istəyirsiniz. Baba, bu Antalya Akdenizdir. Bax, görürsünüz. Bax, QR kodludur. Yəni bu da dövlət xəstəxanasıdır. Çox adam bunu tanımır. Bundan bir dənə demək olar ki, biz işləyirik və ən yaxşı xəstəxanalardan biridir. Rahatlıqla gedə bilərsiniz. Ege xəstəxanası, baxın, buradadır. Bax, bir dənə Hacəttepe var, buradadır. Bax, QR kodlu sənədlər də hamısı. Yəni bunun heç birini quslar üsulundan biz hazırlayıb vermirik sizə. Bu hamısı bizə göndərilir və görürsünüz, hamısı QR kodludur. Bu nə deməkdir? Yəni burada elektron imzaya, yəni ıslaq imza dilləri, belə əllə imzaya ehtiyac yoxdur. Bunu dünyanın hər asında bir yerində siz oxutsaz QR kodu, Türkiyənin e-Devlətindən bu sənədlər çıxır. Siz rahat şəkildə göstərə bilirsiniz ki, baxın, mən rəsmi staj keçmişəm, praktik keçmişəm. Yəni bu qədər sadə. Sağ olun, hər kəsə uğurlar.